Sülhə çağıran İslam dinimiz təəssüflər olsun ki, bəzi qərb dövlətləri və s. qeyri-müsəlman ölkələri, qeyri-müsəlmanlar terrorda, qətildə və s. ittiham edirlər. Halbuki bunu yalnız dillə iddia edirlər, heç bir kəs sübut edə bilmir. Çünki haqq dinə həmişə dil uzaldanlar çox olur. Haqq dini əgər elmlə, sübutla sustura bilmirsənsə, sözsüz ki, yalanla, şərlə, böhtanla, başqa vasitələrlə susturmaq istəyirlər. Lakin bu din 1450 ildir var və daha da yayılmaqdadır. Yer üzündə, dünyada ən çox qəbul edilən din də məhz İslam dinidir. Sevərək qəbul edirlər və çünki o dinin haqq olduğunu bilirlər. Sözsüz ki, düzdür, propaganda gedir. Lakin buna baxmayaraq yenə də həmin o aldanan kəslər İslam dinini axtaran zaman görürlər ki, İslam dini haqq dinidir, sülh dinidir və onun haqqında deyilənlər hamısı yalan imiş. Və təəssüflər olsun ki, buna görə də bəzən Quran-ı Kərimin kitabı, Quran-ı Kərimi yandırırlar, təhqir edirlər. Çünki gözdən salmaq istəyirlər, görürlər ki, doğrudan da bu din yayılır, gözəl dindir və bunu təhqir etmək istəyirlər, aşağılamaq istəyirlər və hətta bəzi Peyğəmbərimiz də sallallahu aleyhi və səlləm aşağılayırlar və s. Lakin biz müsəlman olaraq onların etdiyi kimi Tövratı, İncili və s. kimlərin isə kitablarını yandırıb, təhqir edib, yerə atıb və s. belə şeylər eləməklə əvəz çıxmırıq və yaxud da onların güya bəyəndiyi, sevdiyi Peyğəmbərləri, hansı ki, o Peyğəmbərləri biz də sevirik, nə ilahiləşdirmirik, nə aşağılamırıq. Biz də onları sevirik və sevməyi də İslam dinimiz sözsüz ki, əmr edib. Ona görə də onlar bizim Peyğəmbərə təhqir edirlər, biz də onları təhqir eləyər. Belə şey etmirik əlbəttə ki. Və sözsüz ki, ölkə rəhbəri də bu barədə, Quran-ı Kərimi yandıranlar barədə dəfələrlə beynəlxalq tribunalarda demiş, tənqid etmiş və bu edənləri də səhv etdiklərini bildirmişdir. Və mən də bunu ərəb dilinə tərcümə eləyib xarici ölkələrdə paylayıram. Həmçinin də bu cür konferanslara həmçinin ölkə rəhbərliyinin əmri ilə Hikmət müəllim də o cümlədən Qarabağda və Bakıda cürbəcür konferanslar keçirdib, ölkəmizin siyasətini, haqq siyasətini və haqqını xarici çatdırırıq və həmin konferansların bir neçəsində mən də iştirak edirəm və görürəm ki, həqiqətən də bizim bu konferanslar ölkəmizin xarici siyasətinə nə qədər fayda vermişdir. Hansı ki, Qarabağ müharibəsində biz bu qazandığımız dostların səbəblərindən sözsüz çox idi. Bir də bu idi ki, bizim qazandığımız dost ölkələr ki var idi, onlar da bizə bu müharibədə həqiqətən də dəstək oldular və biz həmin bu xarici siyasətin dəstəyini gördük. Lakin müharibə demişkən bir şeyə toxunmaq istəyirəm ki, məlumdur ki, ermənilər Azərbaycana hücum eləyib, öz havadarların dəstəyi ilə 1 milyon qaçqın səbəb oldular Azərbaycana, 1 milyon qaçqının səbəb oldular və 10 minlərlə insanı öldürdülər. Bu müharibə deyil, deyək ki, olub, onlar da eləyər, biz də eləyərik, əvəzini çıxaraq, torpağımızı qaytaraq və s. Lakin məni həmişə 10 illərdir maraqlandıran bir mövzu var idi. Həmin mövzunun cavabını artıq tapdım həqiqətən də. O da ki, müharibəni, əskər ölümünü bildik. Amma dinc insanları, qadınları, qocaları, yaşlıları, xəstələri, uşaqları, hamilə qadınları öldürmək, qətl etmək, başlarını kəsmək, hamilə qadının qarnını yarmaq və s. Bunu mən illər idi, anlaya bilmirdim ki, bunu hansı insan elə bilər? Məsələn, biz heç vaxt, müsəlman olaraq, Azərbaycanlı olaraq, bir türk olaraq heç vaxt, heç bir düşmənimizin, Ermənistanın belə düşməni, uşağını öldürməyə razı olmarıq və etmərik də. Uşağı nədir, qoca nədir, qadın nədir, yaşlı nədir, onu öldürmək nədir? Döyüş meydanında döyüşlə, əskərlə döyüş edilər. Lakin təəssüflər olsun ki, bunun mənbəyini, işaretlərini mən tapdım. Sizə bəzilərini təqdim eləmək istəyirəm. Belə ki, Bibliyada çox oxudum, gördüm ki, bəzi iddia edilən sözlər vardır ki, doğrudan da çox sərt sözlərdir. Həmin oxuduqca siz də bunu görəcəksiniz ki, nəyə işarə edilir. Şəkil 1-ə baxaq zəhmət olmasa. Tövratda hansı Bibliya ki, həm Tövratı, həm də İncili cəm eləyir. Bunu xristiyan aləminin böyük əksəriyyəti qəbul edir ki, bəli, Tövratı da, İncili də qəbul edir. Müəyyən hissəsi qəbul edəməyənlər də vardır, lakin ümumi olaraq Bibliya sayılır. Mən Bibliyadan gətirirəm bəzi statları ki, baxın orada. Güya orada deyilir ki, Uca Allah əmr edir ki, indi get, Amaliqləri qır, hər şeylərini tamamilə darmadağın et və onlara heyfin gəlməsin.
kişidən qadına dək, kişidən qadına dək, yeniyetmədən südəmər körpəyə dək, öküzdən qoyuna dək, dəvədən eşəyə dək, hamısını qır. 1 Şamuel 15-in 3-cüsü. Şəkil 2-yə baxaq zəhmət olmasa. Samariya, orada Samariya yazılır, lakin bəziləri Samirə də gedir. Samariya günahının cəzasını çəkəcək. Çünki Allahına qarşı üsyankar oldu. Onlar qılıncdan həlak olacaq. Balaları yerə çırpılıb parçalanacaq. Balaları yerə çırpınıb uşaqlar parçalanacaq. Hamilə qadınlarının qarnı yarılacaq. Huşə 13-ün 16-sı. Şəkil 3-ə də baxaq zəhmət olmasa. Qocanı, cavanı, ərə getməmiş qız uşağını, uşaqlarla qadınları ölənəcən vurun. Ancaq üstündə işarə olan adamlara toxunmayın. Yezekal 9-un 6-cısı. Şəkil 4-ə də baxaq. Bütün tutulanların bədəni dəlik deşik olacaq. Ələ keçənlərin hamısı qılıncdan keçiriləcək. Onların gözləri önündə körpələri parça-parça ediləcək. Evləri talan ediləcək. Arvadlarının namusuna toxunulacaq. Yeşaya 13-ün 15-16-cısı. Əlbəttə ki, İslam dini əsirlərə qarşı, sivil insanlara qarşı, hətta, misal üçün, deyək biz Ermənistanı müharibə elədik. Hansısa kilsəsində oturub ibadət edən bir xristiyandır və yaxud da qoca, uşaq, xəstə, qadın, bunlara toxunmaq olmaz, bunları öldürmək olmaz. Bu, İslam dininin bizə verən tərbiyəsidir ki, biz də buna həqiqətən də qanımıza hopmuş və biz ona əməl edirik. Lakin təəssüflər olsun ki, biz əks tərəfdə bu əməlləri görməmişik, əksinə belə bir vəhşiliklə qarşılaşmışıq, təəssüflər olsun ki. Və indi də Bibliyaya baxaq, Bibliyaya, həmin İncil bölməsinə baxaq. Məlumdur ki, bəzi xristiyanlar dinlərini sülh göyərsin kimi tanıdırlar aləmə və bildirirlər ki, sən bu üzvə şillə vursalar, çevir, o bir üzvə də qoy, ona da şillə vursunlar. Amma tətbiq olaraq, realda biz bunu görə bilmirik. Yalnız eşidirik. Elə gözəl danışırlar ki, elə inanmırsan ki, Qarabağda və yaxud da Əndəlosda, səlib yürüşlərində qadınlar, qocalar, uşaqları öldürüb, başlarını kəsən, qarınlarını yaran bunlar olmamışdır. Əlbəttə ki, bu sözsüz ki, müsəlmanların içində də terrora əl atanlar var, lakin bu bizim dinimizin, Quranımızın dediyi deyildir və bu azlıq təşkil edir. Bəzən də qeyri-müsəlmanlar bunlardan bilə-bilə istifadə edib, yayırlar, işit kimi və s. ki, İslamı gözdən salsınlar. Ağıllı insanlar bunun sözsüz ki, bilir, anlayır. Lakin qəribə odur ki, digər tərəfin isə kitablarında bunlar yazılıb. Elmi kitablarında, müqəddəs sadə kitablarında yazılıb ki, bunları et. Əlbəttə ki, bizim ölkəmiz tolerantlığa çağırır, siyasətimiz də budur, dinimiz də həmçinin tolerantdır. Nəyə görə? Yəni, o demək deyil ki, sən digərin dinini qəbul elə, dinən sən də düzsən, mən də düzəm. O yox. Tolerantlıq, yəni ki, sən öz dinini yaşayırsan, özün bilərsən, mən öz dinimi yaşayıram. O demək deyil ki, sən başqa dindəsən, mən səni öldürməliyəm, səni nə etməliyəm. Əslində, dinimiz də qadağan eləyib ki, sənin ölkəndə olan, aman alan, yəni viza alıb gəlmiş qeyri-müsəlmana qarşı qəti olaraq sən heç bir təhqir, tənqid, aşağılamaq, hücum və s. eləməli deyilsən. Bu bizim dinimizə qadağandır. Və yaxud da öz ölkəndə olmasın, harada olur olsun. Uca Allah bizə əmr eləyir ki, sənə qarşı döyüş etməyənləri, səninlə müharibə etməyənlərlə sən də ədalətli ol, onlara qarşı adil davran. Baxaq biz İncildə 5-ci şəklə baxaq. Orada görə nə deyir? Əgər bir kəs yanınıza gəlib, sizə bu təlimi öyrətməsə, yəni xristiyanlığı öyrətməsə, məsihliyi, onu qonaq qəbul etməyin və onunla salamlaşmayın. 2-ci Yəhyanın 1-in 10-cusu. Baxın, salamlaşmayın deyir, qəbul etməyin deyir. Hanı o sülhə çağırılan bəs? Şəkil 6-ya baxaq. Burada İsa Peyğəmbər güya deyir ki, siz düşünürsünüz ki, mən yer üzünə sülh gətirməyə gəlmişəm. Xeyr, sizə deyirəm ki, mən ayrılıq gətirməyə gəlmişəm. Luqa 12-nin 51-cisi. Şəkil 7-yə də baxağın. Güya burada da İsa Peyğəmbər deyir ki, 7-ci şəkildə, düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm.
Çünki mən oğlu atasından, qızı anasından, gəlini də qaynanasından ayırmağa gəlmişəm. Matta onun 34-cüsü. Şəkil 8-ə də baxağın. İsa Peyğəmbər burada görün nə deyir? Mənim onların padşahı olmağımı istəməyən düşmənlərimi isə buraya gətirin və mənim gözümün qabağında qılıncdan keçirin. Luqa 19-un 27-cisi. Hani o sülh göyərçini, bu üzvü şillə vursa çevir o bir üzvə də vur. Şən, mehriban danışırlar ki, və kitablar paylayırlar ölkəmizdə pulsuz və s. missionerli edirlər. Deyirlər ki, gəlin bizim dinimiz sülhdür, sizin dinimiz sülh deyil və s. Lakin həqiqətən də görürük ki, bizim dinimiz adı da sülhdür, özü də sülhdür. Hətta biz qələbə çalanda düşmənə, onlara qarşı da biz sülh davranmışıq. Əsirlərə qarşı da Uca Allah Quran-ı Kərimdə əsirlərlə necə davranmağımızı bizə buyurub, əmr eləyib. Həmçinin hədislərimiz də vardır ki, əsirlərə mehriban davran, yeməyin ver, geyimin geyindir, öz geyimini öz yeməyindən ver və s. Və 9-cu şəklə baxaq, son olaraq. Orada da deyilir ki, ey Babil qızı, xaraba qalacaqsan. Bizə etdiyinin əvəzini sənə verən qoy bəxtiyar olsun. Körpələrini daşa çırpıb öldürən bəxtiyar olsun. Körpələrini daşa çırpıb öldürən bəxtiyar olsun. Zəbur 137-nin 8-ci və 9-cusu. Baxın, əziz izləyicilər, gördüyümüz kimi oxudum sizə sitatlar. Təəssüf olsun ki, bizim Quran-ı Kərimimiz adı çıxıb, şər böhtan olaraq sözsüz ki, hansı ki, Quran ayələri bizə düşmənlə yalnız döyüş etmək, müharibə edib, sənlə müharibə edənlər, sənlə müharibə et deyir və bu bizim haqqımızdır. Hər bir ağıllı insan da bunu belə fikirləşir. Lakin bəziləri sülh adı altında isə belə əməllər edirlər, dillə deyirlər, əməllə gələndə isə bunu göstərmirlər, təəssüflər olsun. Təəssüflər olsun ki, biz ölkə olaraq, həmçinin müsəlman olaraq görürük ki, Fələstində, Qazzədə də bu mübarək Ramazan ayında 2 milyon müsəlman, insan, fərqi yoxdur. İçlərində olan xristiyan da vardır hətta. 2 milyon insan az-susuz qalıbdır, qapalı bir, açıq bir zindandadırlar, həbsxanadadılar. Sözsüz ki, bizim də ürəyimiz onlara ağrıyır, onlara qarşı edilən, fərqi yoxdur, istər orada olsun. Biz müsəlman olaraq, Azərbaycanlı olaraq, hansı ölkədə haqq tapdalanırsa, əlbəttə ki, biz o haqqı tapdalananın yanında olmalıyıq və olmuşuq da və ölkə rəhbərliyimiz də bu barədə qeyd elədi. Şəxsən mən tərcümə edim Şuşada, ərəb kanalları da onu yaydılar. Cənab Prezident soruşulan zaman Fələstin-Qazza mövzusu barədə və sözsüz ki, Fələstinin özünün qəbul etdiyi qərarı təsdiqlədi və dedi ki, biz iki dövlətin həllinin tərəfindəyik, hansı ki, bunu BMT təsdiqləmişdir və s. Və həqiqətən də ölkəmiz haqqın yanındadır. Fərqi yoxdur. İslam dinində hətta atamız olsa, anamız olsa, qardaşımız olsa belə səhv eləyirsə, biz onun səhv etdiyini deməliyik, onun yanında olmalı deyilik. Və o cümlədən də təəssüf olsun ki, dediyim kimi, söhbət tək müsəlmandan getmir. Hətta erməni olsa belə, onun başına bombalar yağdırılsa, uşaqları, qadınları, körpələri öldürülsə, biz buna ağrıyıb acıyarıq və razı olmarıq və biz bunu heç vaxt etməmişik də. O cümlədən də digərlərinin də insana qarşı, insaniyyətə qarşı, xüsusən də bizim bir müsəlman bacı və qardaşlarımıza qarşı edilən, onların başına yağdırılan bombalar, ölümlər və s. əlbəttə ki, hər bir insanı, insaflı insanı, vicdana olan insanı ağrıtmaya bilməz. Bu qədər.